Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər, müdavimlər. Bugünkü mövzumuz tabeli mürəkkəb cümlələrdir. Amma mövzuya keçməzdən öncə səhifəni bəyənməyi, izləməyi və yorum yazmağı, şərh yazmağı unutmayın. Səhifə yenidir, maksimum dərəcədə dəstək olmağa çalışaq. Belə videoların davamlı gəlməni istəyirsinizsə, səhifəni bəyənməyi unutmayın. Demək, tabeli mürəkkəb cümlələr. Burada mən konspektdən çıxarmışam və onun üstündə izah etmək istəyirəm. Tabeli mürəkkəb cümlələr iki sadə cümlənin, amma necə sadə cümlənin biri əsas, digəri ondan asılı olan cümlələrin birləşməsindən əmələ gələn cümlələrə deyirik. Yəni, tabeli mürəkkəb cümlələrdə adətən iki qrammatik əsası olan cümlələrə biz mürəkkəb cümlə deyirik. Qrammatik əsas deyərkən söhbət gedir, yəni mübtəda xəbərdən. Bu bizim bir qrammatik əsasımız, bu da bizim ikinci qrammatik əsasımız. İki qrammatik əsası olan. Demək, məsələ burasındadır ki, tabeli mürəkkəb cümlələrdə burada cümlənin sayı 2-dən çox da ola bilər. Biz yəni minimum 2 cümlə deyirik. Bir qrammatik əsas bu bir sadə cümlə deməkdir. Bu da ikinci sadə cümlə deməkdir. Tabeli mürəkkəb cümlələrdə bu götürdüyümüz iki sadə cümlələr qrammatik cəhətdən biri əsas, digəri ondan asılı vəziyyətdə olur. Demək, əsas cümləyə biz deyirik baş cümlə, işarəsi belə kvadrat. Asılı cümləyə biz deyirik budaq cümlə, işarəsi dairə və oxun ucu həmişə olur əsas tərəfə. Nümunələrdə də bunu görəcəyik. Gəlin, əvvəlcə məlumat verək. Demək, sxemi təzədən çəkirəm, yenidən çəkirəm. Demək, biz əsas cümləyə dedik baş cümlə. Hansı ki, müstəqil cümlədir, asılacağı yoxdur. İkinci cümləyə, asılı cümləyə deyirik budaq cümlə. Oxun ucu dedik ki, olur. Demək, əsas tərəfə. Məsələ burasındadır ki, demək, biz bu cümləni parçalayıb iki sadə cümlə kimi götürəsi olsaq, bizim bu baş cümləmiz kvadrat olan müstəqil cümlə kimi formalaşacaq. Lakin bu asılı cümlə, budaq cümlə müstəqil cümlə kimi özünü göstərə bilmir. Budaq cümlənin 3 vəzifəsi var. Burada qeyd etmişəm. Budaq cümlənin 3 vəzifəsi var. Hansı vəzifənin? 1. Budaq cümlə baş cümlənin itirilmiş üzvü olur. Yəni, demək, bu baş cümlədə, yəni bu əsas cümlədə bir müddədə bir xəbər çəkək bura. Bu baş cümlədə hər hansı bir cümlə əzmini çıxarırıq. Kənarda budaq cümlə formasında ayrıca yazırıq. Belə cümlələrdə biz baş cümlədən budaq cümləyə sual veririk. Məsələn, gəlin nümunə ilə bunu sübut edək. Mən yerim azdır, uşaqlar bunu yəni nəzərə alın. Mən ona dedim ki, vergül, vaxtında gəl. Vaxtında gəl. Belə bir cümlə. Baxın, burada mən ona dedim ki, deyərkən, bu cümləni oxuyanda, istərsəmiz burada bir sual formalaşır. Mən ona dedim ki, nə? Nə dedim? Bax, biz bu cümləni burada yarımçıq saxlasaq, istərsəmiz qarşımızdakı insan bizə bu sualı verir. Hə, nə dedin? Ona nə dedin? Nəyi dedin? Bax, bu tələb olunan sual, nə dedin, nəyi dedin? Fikir verirsinizmi? Tamamlığın sualıdır. Demək, mənim bu baş cümləmin tamamlığı itirilib. Baş cümlə sual verərək öz tamamlığını axtarır. Tamamlığı ayrıca cümlə şəklində, budaq cümlə şəklində kənarda yazmışıq. Vaxtında gəl. Nəyi dedim? Ona vaxtında gəlməyini dedim. Düzdürmü? Mən bu mürəkkəb cümləni sadə cümləyə çevrəsi olsam, mənim bu budaq cümləm gəlib baş cümlədə tamamlığın yerində durur. Məsələn, gəlin sadələşdirək. Mən ona vaxtında gəlməyi dedim. Görürsünüz, tamamlığın xəttini çəkdim. Mən ona nəyi dedim? Mən ona vaxtında gəlməyi dedim. Demək, bu cümlədə budaq cümlənin birinci qoyduğum, budaq cümlənin vəzifəsi nə oldu? Budaq cümlə baş cümlənin itirilmiş üzvü oldu. Belə cümlələrdə, bu tip cümlələrdə biz baş cümlədən durub budaq cümləyə sual veririk. Həmişə baş cümlədən sual verirlər. Baş cümləni oxuyanda sual formalaşır. Və məqsəd nədir? İtirilmiş üzvünü axtarır. Baş cümlə öz itirilmiş üzvünü tapıb yerinə gətirib qoyur. Bu oldu bizim birinci növ budaq cümləmiz. Demək, ikinci, budaq cümlənin vəzifəsi nədir? İkinci növ
ikinci budaq cümlə, ikinci növ budaq cümləsi. Yəni budaq cümlənin ikinci vəzifəsi nədir? Gəlin buna baxaq. Qarşımıza belə cümlələr çıxır. Məsələn, deyirəm ki, elə danış. Bir dəqiqə üzr istəyirəm. Deyirəm. Hərflərin biraz kağız üzərində yazmıram deyə. Elə danış, virgül, hamı başa düşsün. Hamı başa düşsün. Belə bir cümlə. Elə danış, hamı başa düşsün. İkinci budaq cümləyə nə yazmışam? Yazmışam ki, budaq cümlənin ikinci vəzifəsi nədir? Budaq cümlə baş cümlədəki əvəzlik qəlibi izah edir. Gəl bu əvəzlik qəlibdən danışaq. Əvəzlik qəlib nədir? Əvəzlik qəlib söhbət gedir bizim işarə əvəzliklərimizdən. Demək, işarə əvəzliklərindən mürəkkəb cümlədə biz əvəzlik qəlib kimi istifadə edirik. Məsələn, mən bu cümlədə elə sözündən istifadə etmişəm. Diqqət edirsiniz, işarə əvəzinə əvəzlik qəlib kimi istifadə etmişəm. Əvəzlik qəliblərin yeri həmişə baş cümlədir. Bax, mən baxıram, harada əvəzlik, hansı cümlənin içində əvəzlik qəlib varsa, deyirəm, bu cümlə baş cümlədir. Testlərdə adətən, yəni, bunu soruşurlar. Yəni, tabel mürəkkəb cümlələrin böyük bir qismində tələb budur ki, birinci baş cümlə gəlib, yoxsa budaq cümlə. Baş cümlənin yeri haradır, budaq cümlənin yeri haradır. Daha çox bu tələb olunur. Burada da yəni ən asan yollardan biri də budur. Mən baxaram, əvəzlik gəlib varsa cümlənin içində, demək ki, bu cümlə baş cümlədir. Digər cümləsi olur budaq cümlə. İndi, burada budaq cümlənin vəzifəsi nədir? Burada budaq cümlə budur. Hamı başa düşsün. Demək, budaq cümlənin vəzifəsi baş cümlədə olan əvəzlik qəlibi izah etməkdir. Elə danış, hamı başa düşsün. Mən bu cümləni sadələşdirəsə olsam, budaq cümlə gəlib burada elə əvəzliyinin, yəni yerində işlənir. Məsələn, cümlə sadələşdiriləndə bu arada əvəzlik gəlib, yəni silirik, yoxa çıxırıq. Gəlin sadələşdirək. Deyirəm, hamının başa düşəcəyi tərzdə danış. Burada elə danış, yəni cümləsində elə əvəzliyi, işarə əvəzliyi burada zərflik yerindədir. Tərz hərəkət zərflik yerindədir. Yəni hərəkətin tərzini bildirir. Bu cümləni sadələşdirəndə budaq cümlə gəlir tərz hərəkət zərfliyinin yerində. Yəni bu qəlibi izah edir. Hamının başa düşəcəyi tərzdə danış. Biz buna deyirik zərflik budaq cümləsi. Düzdür, əvvəllər, yəni əvvəlki proqramda budaq cümlənin növlərini də bizdən istəyirdi. Lakin indi bunu çıxarıblar, budaq cümlə növünü istəmir. Sadəcə suallar bu şəkildə qoyulur ki, birinci baş cümlə gəlib, yoxsa budaq cümlə və bu mürəkkəb cümlə bir-birinə nə ilə bağlanıb. Yəni soruşulan suallar bulardır. Demək, təkrar edirəm, baş cümlənin iki vəzifəsi, birinci budaq cümlə baş cümlədəki itirilmiş üzv yerində iştirak edir. İkinci, budaq cümlə baş cümlədəki əvəzlik qəlibi izah edir, aydınlaşdırır. Gəlin buna aid başqa nümunədə yazım, sizə tam aydın olsun. Məsələn, deyirəm ki, İgid, baxın, belə bir cümlə yazım. İgid odur, vergül, apardığını gətirsin. Apardığını, belə bir atalar söz var. Apardığını gətirsin, gətirsin. İndi, burada mən baxıram, mənim əvəzlik qəlbim var və bu əvəzlik qəlb cümlədə xəbər yerindədir. Bu arada, biz budaq cümlənin növünü müəyyənləşdirəsə olsaq, əvəzlik qəlb cümlədə hansı üzv yerində iştirak edibsə, budaq cümlənin növü odur. Biz axı dedik ki, budaq cümlə baş cümlədəki əvəzlik qəlbi izah edir. İzah edirsə, budaq cümlə gəlib, bu əvəzlik qəlbin yerində dayanırsa, onun yerində işlənirsə, demək ki, budaq cümlənin növü odur. Burada, bu cümlədə işarə əvəzliyi cümlədə xəbər yerində iştirak edib. Bu mənim əvəzlik qəlbimdir. Bundan bildim ki, bu cümlə baş cümlədir. Əminliklə deyirəm baş cümlədir. Niyə? Çünki burada əvəzlik qəlb işlənib, işarə əvəzliyi cümlədə xəbər yerində işlənib. Bunu sadələşdirəsi olsa, mənim bu budaq cümləm gəlib rahatlıqla əvəzlik qəlbi buradan çıxarır və onun yerində oturur. Onun yerində əyləşir, belə deyil. Məcaz mənada. İgid apardığını gətirəndir. İgid kimdir? Apardığını gətirəndir. Diqqət elədinizmi? Sadələşdirən kimi əvəzlik qəlbi silirik, budaq cümlə gəlir, qəlbin yerində işlənir. Sonra, budaq cümlənin daha bir vəzifəsi var. Üçüncü vəzifəsi nədir? Budaq cümlənin üçüncü vəzifəsi bu. Biz budaq cümlənin növlərini keçəndə, məsələn, şərt və qarşılıq güzəşt budaq cümlələri.
Baxın, şərt və qarşılıq güzəşt budaq cümlələri. Söhbət bu cümlələrdən gedir. Budaq cümlə baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Belə cümlələr nə yazmışam? Sadələşdirilmir. Gəlin də buna baxaq. Başqa bir cümlə yazım. Məsələn, deyirəm ki, əgər məni unutsan, haqqımı halal etmirəm. Belə bir cümlə. Diqqət etsəz görərsiniz ki, burada mən şərt bağlayıcısından istifadə elədim. Əgər bu, yəni şərt budaq cümləsidir. Bu cümlədə bir şərt var. Belə cümlələr sadələşdirilmir. Şərt budaq cümlələri, qarşılıq güzəşt budaq cümlələri sadələşdirilmir. Belə cümlələrdə deyirik budaq cümlə, baş cümlə ümumi məzmun ilə bağlı olur. Yəni burada budaq cümlə, baş cümlənin heç biri itirilmiş üzvü deyil. Budaq cümlə, baş cümlədə heç bir əvəzlik qəlbi izah eləmir. Bizə nə qalır demək? Burada budaq cümlə, baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Burada şərt məzmunu var. Baş cümlə, budaq cümlədə bax. Bu arada onu qeyd edeyim ki, əgər biz şərt bağlayıcısından istifadə ediriksə, birinci budaq cümlə gəlir, sonra baş cümlə gəlir. Budaq cümlə birinci gəlir. Belə cümlələr demək ümumi məzmunla bağlı olur və yenə qeyd edirəm, sadələşdirilmir. Hansı şərt cümlələri sadələşdirilə bilər? Gəlin sizə bunun istisnalarından danışım. Demək, əgər mən şərt budaq cümləsinin içərisində əvəzlik gəlib işlədə bilərəmsə, hansı əvəzlik gəliblərlə? Bu şərtlə, o şərtlə. Bax, bu əvəzlik gəlib gedir. Bu şərtlə, o şərtlə. Bu qəliblərdən istifadə edərəmsə, onda bu cümləni sadələşdirmək olar. Məsələn, deyirəm, sənə icazə verərəm. Sənə, bir dəqiqə. Sənə bir şərtlə icazə verərəm. Bir şərtlə, o şərtlə, bu şərtlə, bir şərtlə fərq yoxdur. İcazə verərəm ki, gələndə izahat yazasan. Baxın, belə bir cümlə. Burada bir şərtlə əvəzlik gəlib gedir, yadda saxlayın. Əvəzlik gəlib var deyə mən deyirəm, burada birinci baş cümlə gəlir. Şərt budaq cümlələrində şərt bağlayıcılarla bağlanır deyə həmişə birinci budaq cümlə gəlir, sonra baş cümlə gəlir. Amma burada istisnadır. Burada mən əvəzlik gəlib istifadə eləmişəm. Gəlib istifadə etmişəmsə, demək birinci baş cümlə gəlir. Həqiqətən də bunu gəlin sadələşdirək. Deyirəm, sənə gələndə izahat yazman şərti ilə icazə verirəm. Sənə nə şərtlə icazə verirəm? Gələndə izahat yazman şərti ilə icazə verirəm. Bax, gördünüz, əvəzlik gəlib istifadə edəndə bu cümləni sadələşdirmək oldu. Burada bir şərtlə, bu bir sözünün yerinə gəlir bu budaq cümlə, burada işlənir, bunun yerində işlənir. Elə bir ki, burada budaq cümlə, baş cümlədəki əvəzlik qəlibi izah edir. Gəlir əvəzlik qəlibinin yerində işlənir. Bu oldu budaq cümlənin növləri. Gəlin burada bu deyəcəksiniz, müəllim heç bu qarşılıq güzəşt budaq cümləsinə nümunə demədi. Gəlin bunu da deyək. Demək, qarşılıq, gəlin güzəşt bağlayıcılarını da yadımıza salaq. Hərçənd ki. Və qarşılaşdırma bağlayıcılarını yadımıza salaq. Tabisiz qarşılaşdırma, amma ancaq, lakin, halbuki, fəqət və s. Qarşılıq güzəşt budaq cümlələri elə bir cümlələrdir ki, bu cümlələrin içində həm tabilik, həm tabislik bağlayıcılar qoşa işlənir. Yəni güzəşt bağlayıcısına qarşılıq bağlayıcılar qoşa işlənir. Məsələn, deyirəm ki, belə bir cümlə yazım. Hərçənd məni dəvət etməmisən, hərçənd məni dəvət etməmisən, amma mən toya gələcəyəm. Bax, burada bir güzəşt həm də qarşılıq var. Qarşılıq budur ki, sən məni toya dəvət etmədin, amma mən gəlirəm. Burada bir qarşılıq məzmunu var. Burada güzəşt anlayışı var. Yəni, mən sənə güzəşt eləyirəm. Bu səhvinə rağmen güzəşt eləyirəm, gəlirəm. Demək, bu cümlənin içində həm tabilik bağlayıcısı var, hərçənd, həm tabislik bağlayıcısı var, amma buna ona görə deyirik, qarşılıq, güzəşt, tabeli mürəkkəb cümləsi haqqında. Qarşılıq, güzəşt, budaq cümləsi.
Demək, mən burada hərçəndi silsəm, bu olur tabisiz mürəkkəb cümlə. Hərçəndi bura qoysam, olur tabili mürəkkəb cümlə. Yəni tabilik bağlayıcılarında hökm daha çoxdur, daha yüksəkdir. O yüzden bu bağlayıcını bir dəfə götürüb qoymaqla biz cümlənin növünü dəyişə bilərik. Burada bu cümlələr sadələşdirilmir. Güzəş bağlayıcı ilə bağlanan mürəkkəb cümlələrdə yadda saxlayın. Birinci budaq cümlə gəlir, yumru, sonra baş cümlə gəlir. Belə cümlələr sadələşdirilmir. Burada budaq cümlə baş cümlədəki ümumi məzmunla bağlı olur. Bunun izahı budur. Biz burada danışdıq budaq cümlənin vəzifələrindən. Burada da nümunələr yazmışam. Baxın, bir şərtlə, o şərtlə, tədbirdə mənim tədbirə mənim evimdə keçirilmə şərti ilə icazə verərəm sadələşdirilib. Burada da ona nümunələri yazmışam. İndi bura əlavə qeydləri yazmışam. Gəlin bunlara baxaq. Bu əlavə qeydlərdə nə yazmışam? Bax, əvəzlik gəlibləri yazmışam. İşarə vəzikləri və diqqətli olun. O, bu, elə, belə. Bu mənim işarə vəziklərimdir. Amma bunlar da, yəni mürəkkəb cümlələrdə əvəzlik gəlib gedir. O qədər, o zaman. Yəni bunların içində də bax o işarə vəzliyi var da. Bunlar burada dedim o şərtlə, diqqət edin o şərtlə, bir şərtlə, bu şərtlə. Bax burada da bu, bu işarə vəzlikləri var da yenə sonuçta. Bu zaman, bu işarə vəzli içində var. Onda, budur, budur. Bax belə əvəzlik gəliblər qarşınıza çıxacaq. Diqqətli olun, bunlar baş cümlənin içərisində işlənir. Və baş cümlənin növü, budaq cümlənin növünü müəyyən edir. Demək, əvəzlik gəliblər baş cümlənin içərisində işlənir və budaq cümlənin növünü müəyyən edir. Niyə? Təkrar edirəm. Əvəzlik gəlib baş cümlədə hansı cümlə yerindədirsə, budaq cümlənin növü odur. Çünki mən bunu sadələşdirəndə məlum məsələdir. Budaq cümlə gəlib əvəzlik gəlibimin yerində işlənir. Demək, əvəzlik gəlib hansı cümlə yerindədirsə, budaq cümlə gəlir həmin cümlə yerində işlənir. Ona görə deyirik, gəlib budaq cümlənin növünü müəyyən edir. Sonra bura nə yazmışam? Bağlayıcı sözlər. Bağlayıcılarla bağlayıcı sözlərin fərqi. Demək, gəl bu bağlayıcı sözlərdən danışım biraz da sizə. Baş cümləni budaq cümləyə bağlayan vasitələrdən biri də bağlayıcı sözlərdir. Bağlayıcı sözlər nədir? Bağlayıcı sözlər, burada qeyd etmişəm, sual əvəzlikləri. Demək, morfologiyada keçdiyimiz sual əvəzliklərində yadımıza salaq. 6 əsas nitq hissəsinin sualları. Kim, nə, hara, necə, nə cür, hansı və s. və ilə axır. Bunların sualları, nitq hissələrinin sualları. Bunlar hamısı sual əvəzliklərdir. Biz bu sual əvəzliklərinə mürəkkəb cümlələrdə bağlayıcı vasitə kimi istifadə edirik. Baxırsan, cümlədə sual əvəzi işlənib, amma cümlənin sonunda sual işarəsi qoyulmur, nöqtə qoyulur. Bu nə anlama gəlir? Demək, mən sual əvəzi ilə burada bağlayıcı vasitə kimi istifadə etmişəm. Bu arada, əgər mənim cümləm bağlayıcı sözlə bağlanıbsa, mütləq şəkildə birinci budaq cümlə gəlir, sonra baş cümlə gəlir. Məsələn, gəlin buna aid nümunə yazım sizə. Nümunə yazım. Baxın, deyirəm ki, bir dəqiqə. Necə demişdin, elə də etdik. Necə demişdin, elə də etdik. Demək, burada mənim, baxırsınız, burada necə sual əvəzinə istifadə olunub. Amma cümlənin sonunda nöqtə qoymuşam, heç kəsə sual verilmədi. Demək ki, bundan mən burada bağlayıcı vasitə kimi istifadə eləmişəm. Bu arada onu da qeyd edim ki, bağlayıcı sözlə əvəzlik gəlib. Diqqət elədinizmi? Burada bağlayıcı söz var. Əminliklə deyirəm ki, bu budaq cümlədir. Bağlayıcı söz budaq cümlənin yerində işlənir. Burada əvəzlik gəlib var. Əminliklə deyirəm ki, bu baş cümlədir. Əvəzlik gəlib bağlayıcı sözə qarşılıq söz kimi işlənir. Bax, diqqət edin. Cümləni necə qurdum? Mən demirəm. Bağlayıcı söz əvəzlik gəlibə qarşılıq. Bağlayıcı sözü verir. Əvəzlik qəlibi ona qarşılıq olaraq verir. Sanki bağlayıcı sözə sualı verir, ona əvəzlik gəliblə cavab verir. Demək ki, əvəzlik gəlib buna qarşılıq olaraq işləndi. Testlərdə düzgün fikir, səhv fikir, yanlış fikir, belə bir şeylər olur. Yəni, bunu düzgün fikir götürün ki, əvəzlik gəlib bağlayıcı sözə qarşılıq söz kimi işlənir. Biz belə cümləni sadələşdirən, necə demişdin, elə də etdik. İndi budaq cümlənin növünü müəyyən etsək, elə etdik. Baxın, etdik xəbərdir, fe'li xəbər. Necə etdik, elə etdik. Bu mənim tərzi hərəkət zərfliyimdir. Demək, budaq cümləmin növü nədir?
Mənim budaq cümləm tərz hərəkət, tərz hərəkət, yəni zərfliyi olan budaq cümlədir. Mən bu cümləni sadələşdirəsi olsam, mənim bu budaq cümləm, necə demişdim, gəlib əvəzlik qəlibin yerində işlənəcək. Gəlin isbatlayaq. Deyirəm, belə cümlələr sadələşdirilərkən, əgər mürəkkəb cümlənin içərisində həm bağlayıcı söz, həm də əvəzlik qəlib varsa, bu cümlələri sadələşdirəndə həm əvəzlik qəlib, həm də bağlayıcı söz, hər ikisi silinir. Niyə silinir? Budaq cümlə bunun gəlir yerində işlənir deyə bu məlum məsələdə silinməlidir. Bu da bağlayıcı vasitə olduğu üçün artıq mən bu cümləni sadəyə cümləyə çevirirəmsə, bu nəyə bağlayacaq? Axı iki cümlə yoxdur ki, onu bir-birinə bağlasın. Cümlə artıq sadələşib. O yüzden sadələşdirəndə belə olur. Demək, dediyin kimi etdik. Təkrar edirəm. Necə demişdin deyir. İndi deyirəm, dediyin kimi etdik. Gəldi mənim əvəzlik qəlbimin yerində işləndi. Bağlayıcı sözlərlə, baxın burada nə yazmışam. Bağlayıcılarla bağlayıcı sözlərin fərqi. Demək, oxşar cəhətləri budur ki, həm bağlayıcılar, yəni tabelik bağlayıcılardan söhbət gedir burada təbii ki də, çünki tabesizlik bağlayıcıları cümlələri bir-birinə bağlayıb, demək, tabesizlik bağlayıcıları həm sözləri bağlayır, həm cümlələri bağlayır. Lakin tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlələri bağlayır. Burada bağlayıcı deyirkən söhbət gedir tabelilik bağlayıcılarından. 4 tabelik bağlayıcısı vardı. Yadımıza salaq. Şərt bağlayıcıları, aydınlaşdırma bağlayıcıları, sonra güzəşt və səbəb bağlayıcıları. İndi nitq səsi bağlayıcı ilə bağlayıcı sözlərin fərqi nədir? Baxın nə yazmışıq. Bağlayıcılar təhlil olunmur. Çünki onların leksik mənası yoxdur. Amma bağlayıcı sözlər təhlil olunur. Çünki onların leksik mənası var. Onlar qanuni əvəzlikdir. Onlar əsas nitq hissəsidir. Mən onu təhlil etməliyim. Məsələn, belə bir cümlə. Bayaqki cümlə ki yazmışdım, elə onu təkrar yazım. Necə demişdin, elə də etdik. Necə demişdin? Bax burada uşaqlar. Burada nə etmişdin, demişdin. Bu fakt, hərəkət, feili xəbəri izah etdiyi üçün, mən bunu tərz hərəkət sərfliyi götürürəm. Yəni, bağlayıcı sözlər təhlil olunur. Amma nitq səsi bağlayıcılar təhlil olunmur. Burada nə deyirdir? Sintaktik vəzifəsi yoxdur. Bağlayıcıların sintaktik vəzifəsi, yəni bağlayıcılar cümlə əzvi olunmur, onu deməkdir. Amma bağlayıcı sözlər təhlil olunur, bağlayıcı sözlərin sintaktik vəzifəsi var. Fərqi budur. Sonra bağlayıcı sözlər əsas nitq hissəsidir, sual əvəzlərdir, yəni təhlil olunur və cümlə əzvində iştirak edir, işlənilir. Əvəzlik qəliblə bağlayıcı sözü müqayisə edəsi olsaq, demək, bağlayıcı sözlər sual əvəzindən ifadə olunur, əvəzlik qəliblər işarə əvəzliyindən ifadə olunur. Bu bir. Əvəzlik qəliblər baş cümlənin içində olur, bağlayıcı sözlər budaq cümlənin içində olur. Ortaq cəhət kimi nə götürürük? Sonra burada deyirik ki, əvəzlik qəliblər bağlayıcı sözə qarşılıq söz kimi işlənir. Ortaq cəhətləri nədir bunların? Oxşar cəhətləri nədir? Demək, hər ikisi əvəzlikdir. Bu bir. Hər ikisi sintaktik təhlil zamanı təhlil olunur. Bu iki. Hər ikisi sadələşdirilən zaman, cümlə sadələşdirilən zaman, hər ikisi atılır. Bu, bunların oxşar cəhətidir. İndi gəlin baxaq. Keçid alaq digər mövzuya. Burada demək əlavə qeydlərdir. Bir dəqiqə uşaqlar. Aha. Tabeli mürəkkəb cümlələr. Burada baxın. Demək, hansı vasitələrlə bağlananda birinci baş cümlə gəlir? Hansı vasitələrlə bağlananda birinci budaq cümlə gəlir? Buna diqqətli olaq. Demək, əgər mənim mürəkkəb cümlənin içərisindəki sadə cümlələr intonasiya ilə, yəni vergüllə bağlanıbsa, qoy böyüdüm ekranı. Dayan görüm. Yox, böyümədi. Demək, əgər vergül intonasiya ilə bağlanıbsa, demək ki, birinci baş cümlə gəlir. Məsələn, buradakı birinci nümunəyə gəlin, baxaq. Çalış, öz xalqının işinə yara. Bax, diqqət etdinizmi? Çalış, bu bir cümlə. Nədən bildim? Çünki sən çalış, bir dəqiqə, öz xalqının işinə yara.
Bircə dəqiqə uşaqlar işinə yaramaq. Aha, demək bu cümlədə çalış. Nəyə? Nəyə çalışım? Bax, burada sual tələb olunur. Görürsünüz, demək burada baş cümləyə itirilmiş üzvünü axtarır. Nəyə çalışım? Öz xalqının işinə yara. Bunu sadələşdirsək, öz xalqının işinə yaramağa çalış. Demək, bu cümlədə itirilmiş üz zərflikdir. Demək, intonasiyana bağlananda birinci gördüyünüz kimi baş cümlə gəldi. Keçdik. Aydınlaşdırma bağlayıcısı. Aydınlaşdırma bağlayıcısını yadımıza salaq. Tabelik bağlayıcıları. Ki, belə ki. Bunlarla bağlanarsa, demək, uşaqlar 4 tabelik bağlayıcısı var. Aydınlaşdırma bağlayıcısı ki, belə ki, səbəb bağlayıcıları, çünki, ona görə ki, odur ki, ona görə də, buna görə də və s. Şərt bağlayıcıları və güzəşt bağlayıcıları. Demək, bu 4 tabelik bağlayıcısından ikisi ilə bağlananda, aydınlaşdırma və səbəblə bağlananda birinci baş cümlə gəlir. Şərt və güzəşt bağlayıcıları ilə bağlananda birinci budaq cümlə gəlir. Bunu heç vaxt unutmayaq. Gəldik. Cümləyə baxaq. İkinci cümlə. Baxın. Bilirdim ki, gələcəksən. Bilirdim ki, nəyi bilirdim? Nəyi bilirdim? Baxın, tələb olunan sual. Cümləni oxuyan kimi sual tələb olundu. Demək ki, birinci baş cümlə gəlib. Bu mənim bir sübutum, bir əsasım. Yəni, cümləni oxuyan kimi sual formalaşır. Demək ki, birinci baş cümlə gəlib. Həm də ki ilə tabelik bağlası ilə bağlanıb. Bu da mənim ikinci əsasım, birinci baş cümlə gəlib. Gələcəksən də mənim budaq cümləm. Sadələşdirsəm, gələcəyini bilirdim. Gələcəyini bilirdim. Gəldik. Səbəb bağlayıcılarla bağlanarsa, demək ki, birinci baş cümlə gəlib. Buna aid cümlə, üçüncü cümlə. Baxaq. O sevinirdi. Çünki qalib olmuşdu. Çünki qaliba. O sevinirdi. Niyə? Nə üçün sevinirdi? Baxın, cümləni oxuyan kimi sual tələb olundu. Nə üçün sevinirdi? Burada itirilmiş üz var. Budaq cümlənin vəzifəsi itirilmiş üzdür. Nə üçün? Səbəb bağlayıcısının budaq sualı formalaşdı. Demək ki, səbəb budaq cümləsidir. İki sübutum var, yəni iki əsasım var. Tabelik bağlayıcısı, səbəb bağlayıcısına bağlanıb, demək ki, birinci baş cümlə gəlib. İkinci bir tərəfdən, o sevinirdi cümləsini oxuyanda sual formalaşır. Nə üçün? Baş cümlə sual verərək öz budaq cümləsini axtarır. Keçdik. İstisnaya diqqət eləyək. İstisnaya. Həmişə uşaqlar testlərdə istisnalardan çox sual olur. Ona görə istisnaları diqqətli oxumalıyıq. Müəllimə zəng vurmaq istəyirdim ki, konturum qurtardı. Bax, belə bir cümlə. Toplu testində də bu qabildən olan cümlələr çoxdur. Burada nəyə diqqət edirik? Cümlə ki ilə bağlanıb. Amma birinci budaq cümlə gəlib, sonra baş cümlə gəlib. Bu istisnadır. Əgər biz bunu indi nədən seçək müəllim ki, ki ilə bağlanılan birinci budaq gəlib. Nədən bilim? Əgər ki, bu ki bağlayıcısını anda əndə fe'li bağlama şəkilçisi ilə əvəz edə bilərəmsə, demək ki, birinci budaq cümlə gəlir. Biz buna zaman budaq cümləsi deyirik. Zaman budaq cümlələrində birinci demək budaq cümlə gəlir, ikinci baş cümlə gəlir. Sadələşdirəndə bax diqqət eləyin. Deyirəm, müəllimə zəng vurmaq istəyirdim ki, müəllimə zəng vurmaq istəyəndə, bax sadələşdirəndə bu birinci gələn cümlə mənim zaman zərfliyimə çevrilir. Zaman zərfliyimə. Burada itirilmiş üzdür də, itirilmiş üzdür. Budaq cümlə, demək baş cümlə öz zaman zərfliyini itirib. Sadələşdirəndə budaq cümlə gəldi, zaman zərfliyinin yerində işləndi. Yəni çətin bir şey yoxdur burada. Özdə ki, bax, bura istəyirdim ki, və ya da ki, evə çatmışdım ki, mənə zəng gəldi. Mışdım ki, bu qəbildən olan cümlələrdə bilin ki, birinci budaq cümlə gəlib. Bir sözlə kinin yerinə anda əndə fe'li bağlama şəkilsi qoya bilsəm, demək ki, birinci budaq cümlə gəlib. Bu istisnaydı, buna diqqətli olun. Keçdik. Burada nümunələr yenə, demək, burada dedik nə ilə bağlandı birinci baş cümlə gəlir? İntonasiya, yəni vergül, təkrar eləyə, aydınlaşdırma bağlayıcısı ki, belə ki, səbəb bağlayıcısı, çünki ona görə ki, odur ki, bunlarla bağlananda bu üç vasitə ilə birinci baş cümlə gəlir. Amma budaq cümlənin, baxın, görün, nə qədər şansı var, baxın. Bircə bu üçünlə bağlananda baş cümlə gələn, qalan bütün vasitələr yerdə nə qədər ki vasitə qalır, onlarla bağlananda birinci budaq cümlə gəlir. Hansı vasitələrdə baxaq? Şərt bağlayıcılar.
Əgər, hərgah, madam ki, indi ki, bir halda ki, yəni xatırlatmaq üçün bunu yazmışam, şərt bağlayıcılarla bağlananda birinci budaq cümlə gəlib. Nümunəyə baxaq. 4-cü cümlə. Madam ki, unutdun, get. Burada şərt bağlayıcısı var. Demək ki, bu budaq cümlədir. Birinci budaq cümlə gəlib. Şərt bağlayıcıları budaq cümlə içində işlənir. İkinci gəldik. Güzəşt bağlayıcısı. Güzəşt bağlayıcısı hərçənd ki. Bunlar, yəni güzəşt bağlayıcısı budaq cümlə içində işlənir. 5-ci cümləyə baxaq. Hərçənd dəvət etməmisən, amma mən gəlmişəm. Mən gəlmişəm. Bu qaşıq güzəşt budaq cümləsi diqqət edirsiniz. Burada hərçənd güzəşt bağlayıcısına bağlanıb, demək ki, birinci budaq cümlə gəlib. Üçüncü, bağlayıcı sözlərlə. Bu haqda bayaq biz geniş məlumat verdik. Bağlayıcı söz, yəni sual əvəzlərindən söhbət gedir. Kim, nə? Bu qəbildən olan bağlayıcı sözlər də qarşınıza çıxa bilər. Məsələn, hər kim, hər kəs, hər nə. Bunlar əslində sual əvəzlər deyil. Biz bağlayıcı sözlərdə deyək ki, həmişə demirik, deyirik əsasən. Əsasən sual əvəzlərindən ibarət olur. Amma bax, hər kim, hər kəs, hər nə. Bu qəbildən olan bağlayıcı sözlər də qarşınıza çıxa bilər. Bunlar qeyri-müəyyən əvəzliklərdir. Yəni demək biz bağlayıcı sözlərdə həm sual əvəzlikləri, həm də az sayda qeyri-müəyyən əvəzliklərdən istifadə edə bilərik. Bağlayıcı söz kimi. Necə, hanı, bax görürsünüzmü? Hansı? Bunlar bağlayıcı sözlərdir. Bunlarla bağlananda birinci budaq cümlə gəlir. Məsələn, bu da 6-cı cümlə. Kimdən qaçırsan? Ona bax, kimdən sözünə qarşılıq söz əvəzlik gəlib, baş cümləndə o var. Burada mənim 2 əsasım var. Bağlayıcı sözlə bağlanıb, ona görə deyirəm, birinci budaq cümlə gəlib. Burada da əvəzlik gəlib, hansı cümlə içindəsə, demək ki, o baş cümlədir. Burada o işarə əvəzliyi, mənim əvəzlik gəlibim var. Kimdən qaçırsan, o qabağına çıxır. Mən bu cümləni sadələşdirəsi olsam, gəlin özünüzdə baxın, budaq cümlə gəlib, baş cümlədə bu əvəzlik gəlibin yerində işlənəcək. Deyirəm ki, kimdən qaçırsan, o qabağına çıxır. Qaçdığın qabağına çıxır. Kim qabağına çıxır? Qaçdığın qabağına çıxır. Sadələşəndə oldu mübtəda. Gəldik 4-cüyə baxaq. Ədat. Burada bunu niyə yazmışam? Bax, deyir ki, kim ki onu tanıyırdı, yaxınına getməyə can atırdı. Belə bir cümlə var. Burada uşaqlar, bağlayıcı sözlərin içərisində işlənən kilər bilin ki, ədatdır. Yəni bu ki ilə buradakı aydınlaşdırma bağlayıcısı kini qarışdırmayın. Ümumiyyətlə bağlayıcıların içərisində olan, bağlayıcı sözlərin içərisində olan kilər ədatdır. Məsələn, bağlayıcı götürək, səbəb bağlayıcısı. Deyirəm ki, ona görə ki, onun üçün ki, bunların içindəki kilər, kim ki, nə ki, bax buradakı bağlayıcı sözlərin içindəki kilər ədatdır. Bunu ona görə yazmışam ki, sizə aydınlıq gətirim, yəni izahat verim. Kim ki onu tanıyırdı, bu mənim bağlayıcı sözüm, yaxınına getməyə can atırdı. Kim onu tanıyırdısa, yaxınına getməyə can atırdı. Burada nəyə diqqət edirik? Ümumiyyətlə, şərt məzmunu harda varsa, şərt şəkilçisini harda görürsünüzsə, tanıyır idi isə, bax bu isənin qısalmış formasıdır. Diqqət edirsiniz. Şərt məzmunu olan isə də hissəcikdə fe şəkillərinin şərti deyirik. Şərt məzmunu bildirir. Felin şərt şəkildə şərt məzmunu bildirir. Ümumiyyətlə, şərt məzmunu harda varsa, bilin ki, birinci budaq cümlə gəlib. Və şərt məzmunu olan cümlələrdəki xəbər müstəqil xəbər olmur. Yaxına getməyə can atırdı. Sonra gəldik şərt şəkilçisi. Şərt şəkilçisi sasə, bayaq da dediyim kimi, əgər bununla bağlanarsa, bilin ki, birinci budaq cümlə gəlib. Çox vaxt şərt şəkilçisi sasədən sonra dada ədatı işlənir. Sada. Məsələn, bax, görün, burada hansı cümlələr var? Bu da 9-cu cümlə burada var. Deyir, o arıqlasa da gücü yerində idi. Arıqlasa da. Bu düsturu harda görsəz, bilin ki, birinci budaq cümlə gəlib. Sonra gəldik. Sonra sasə şərt şəkilisindən sonra təkcə dada ədatı yox, eyni zamanda belə ədatı da gələ bilər. Yenə birinci budaq cümlə gəlir, fərq etmir. Məsələn, 8-ci cümləyə baxaq. Uşaqları görməsə belə, belə burada ədatdır, sə belə, telefon əlaqə saxlayırdı. Birinci budaq cümlə gəlib.
Sonra ədat. Mı sual ədatıdır, bilirsiniz. Bu ədatdan biz sual cümlələri qurmaq üçün istifadə edirik. Amma bəzən qarşımıza cümlələr çıxır ki, cümlədə bu ədat işlənib, amma bundan sonra sual işarəsi qoyulmayıb. Demək ki, mən bu cümlədə bundan bağlayıcı vasitə kimi istifadə etmişəm. Məsələn, 7-ci cümləyə nəzər salaq. Deyir ki, səsini çıxartdınmı, özünü ölmüş bil. Bax, burada çıxartdınmı? Burada sual ədatından istifadə eləmişəm, amma cümlədə sual işarəsi yoxdur. Sual məqsədindən işlənməyib, sual intonasiyası ümumiyyətlə yoxdur. Demək ki, bu ədatdan mən burada iki cümləni bir-birinə bağlamaq üçün istifadə etmişəm. Sual ədatı ilə bağlanan cümlələrdə birinci budaq cümlə gəlir. Bunun istisnası var. İstisnası, gəlin bunu unutmayaq. Demək, 10-cu cümləyə baxaq. 10-cu cümləyə. Demək, bu cümlədə də, əlimdəydi uşaqlar üzrüsən, 10-cu cümlədə də mı sual ədatından istifadə eləmişəm. Bilirsənmi, obra nə üçün gəlib? Bax, diqqət elədinizmi, bu cümlənin digər cümlədən fərqi nədir? Bu cümlənin sonunda sual işarəsi qoyulub. Burada bu mi ədatına sual məqsədindən istifadə etmişik. Sual intonasiyasıçaları yaratmaq üçün, yəni burada sırf öz funksiyasını yerinə yetirir. Və burada bunu rahatlıqla ki bağlayıcısına əvəz eləyə bilirik. Demək, cümlədə baxırıq. Bu istisnadır, yəni mı ilə bağlanıb, amma birinci baş cümlə gəlir. İstisna cümlədir. Axı biz dedik ki, mı ilə bağlananda, mı 4 variant, mı ədatına bağlananda birinci budaq gəlir. Demək, istisnada deyirik ki, əgər biz mı ədatının yerinə ki bağlayıcısı qoya biliriksə, demək ki, birinci baş cümlə gəlir, istisnadır. Və deyirik ki, əgər cümlədə bu ədatdan istifadə etmişəm və cümlənin sonunda sual işarəsi qoyulub, demək ki, öz funksiyasını yerinə yetirib. Burada cümləni bağlamaq məqsədilə işlənməyib, sual vermək məqsədilə işlənib. Elə bir ki, hesabda bilirsən, bu elə bir ki, intonasiya ilə bağlanan cümlədir, vergüllə bağlanan cümlədir. Bundan bu ədatdan mən sual yaratmaq üçün istifadə eləmişim. Yəni, funksiyası budur, bağlamaq deyil. Bilirsən ki, obra nə üçün gəlib? Yəni, ki ilə də əvəz eləyə bilərəm. Gəldik. Nəyə? 7-ci. Modal sözlərlə bağlanarsa birinci budaq cümlə gəlir. Modal sözləri fikrə münasibət bildirən köməkçi diksiyasıdır, yadımıza salaq. Amma modal sözlərdə mürəkkəb cümlələrdə bir bağlayıcı vasitə kimi istifadə edə bilərik. Hansı modal sözlərdə? Məsələn, düzü, düzdür, doğrusu, doğrudur, bunlar. Bunları güzəşt bağlayıcı ilə rahatlıqla əvəz edə bilərik. Məsələn, deyirəm ki, düzdür. Hazır deyiləm, amma danışa bilərəm. Bax, bu qarşılıq güzəşt budaq cümləsidir. Biz bundan bayaq danışdıq. Qarşılıq güzəşt budaq cümləsində biz burada güzəşt bağlayıcısından istifadə etdik. Yəni, güzəşt bağlayıcısının yerinə bu modal sözlərdən də istifadə etmək olar. Demək, biz burada nə qərara gəlirik? Əgər bu modal sözləri cümlədə hərçənd bağlacısından əvəz eləyə bilərəmsə və baxıram, ikinci cümlədə ona qarşılıq olaraq qarşılaşdırma bağlayıcısı işlənibsə, demək, bu modal sözdən burada bağlayıcı vasitə kimi istifadə olunur. Belə hallarda birinci budaq cümlə gəlir, sonra baş cümlə gəlir. Yəni, bax, bu xanada uşaqlar, ikinci xanada burada istifadə olunan bu bağlayıcı vasitələr, bunlarla bağlananda cümlələr birinci budaq cümlə gəlir. Sonra, burada nə yazmışıq? Mi, külə əvəz etsək, mi, ki ilə əvəz etsək, yəni ki bağlayıcısı ilə əvəz etsək, bunu bayaq qeyd elədim. Demək ki, birinci baş cümlə gəlir. Bu qədər. Burada istisna nə yazmışam? Biri azlıq edir, ikincisini götürür. Bu qəbildən olan cümlələr var toplu testində, o yüzden yazmışam. Demək, biz nə dedik? Biz dedik ki, burada intonasiya ilə bağlananda, vergülla bağlananda birinci baş cümlə gəlir. Düzümü? İndi bunun da istisnası var. Bəzən intonasiya ilə bağlanır, amma birinci budaq cümlə gəlir. Məsələn, belə cümlə, biri azlıq edir, ikincisini də götür. Bax, burada intonasiya ilə bağlanıb, amma birinci budaq cümlə gəldi, sonra baş cümlə gəldi. Niyə? Niyə? Diqqət etsək görərik ki, bu cümlədə şərt məzmunu var. Mən bura rahatlıqla sədat əlavə eləyə bilərəm. Biri azlıq edirsə, ikincisini də götür. Və ya mən bura şərt bağlayıcısı əgər əlavə eləyə bilərəm. Əgər biri azlıq edir, ikincisini də götür. Yəni, burada baxmayaraq intonasiya ilə bağlanıb şərt məzmunu varsa, birinci budaq cümlə gəlib.
Bu qədər əziz şagirdlər. Nə sualınız olsa şərh bölməsinə yazın və ya hansı mövzularda çətinlik çəkirsiniz, yəni tam aydın olmayıb bunların izahı sizə, ola bilsin hazırlıqlarda və ya məktəbdə, dərsdə. Həmin mövzuların adını şərh bölməsinə yazın. Mən onları sizin üçün ən asan yollarla, üsullarla, sxemlərlə izahını verim. Hələlik.